El arasında deyirlər kişi ağlamaz. Bu nə deməkdir? Bilirsiniz, bu anlayış uzun əsrlərdən gəlir. Kişi təbii ki, qəhrəmandır, kişi vətəni qoruyandır, kişi gücdür, kişi arxadır. Bütün bunların əsnasında uşaq doğularkən ana həmişə oğlan uşağına, ana da, ata da güclü olmaq ifadəsini tez-tez işlədir. Və xüsusən də bizdə Azərbaycanda arvad deyilsən ağlama. Bu ağlamaq anlayışı, bu emosiyadır, bu hissdir. Kişinin də, qadının da, biz burada şəxsiyyət anlayışı gəlir. Kişinin də, qadının da hissləri, duyğuları var, emosiyaları var. Mənim qəbuluma şəxsən elə boylu, buxunlu kişilər gəlib elə hönkürtü ilə ağlayırlar. Hönkürtü ilə. Çünki onlar bilirlər ki, həmin otaqda onları heç kim buna görə günahlandırmayacaq, heç kim onları ələ salmayacaq və mən onlara həmişə izah edirəm ki, bütün somatik xəstəliklər emosiyaların sıxılıb saxlanmasıdır, ifadə olunmamasından irəli gəlir. Ona görə də bu fikrə qarşı mənim münasibətim çox mənfidir. Yeri gələndə kişi də ağlayır, qadın da ağlayır və əksinə kişiləşən qadınlar mən görürəm. Qadına o qədər kişi xüsusiyyətləri yeridiblər. Mən tez-tez o qadınlara deyirəm, bəs döl şalvarı alıbsınız, saatı taxıbsınız, maşını idarə edirsiniz. Heç olmasa qadınlığımızı qoruyun, qadın olun, qadın. Kişi kişini sevmir, o sevilməyən qadınlar. Mən işləyirəm indi xarici dövlətlərlə, başqa ölkələrdə olan hər tərəfli xanımdır, maşın idarə edir, çox gözəl peşəsi var, pulu var, amma sevgilisi yoxdur, sevilmir. Niyə? Araşdırırıq, uşaqlıqda çox kasıb olmuşuq. Anam mənə həmişə deyirdi ki, sən pul qazanmalısan, sən mənim oğlumsan, oğul, o qədər qıza oğul deyib, qız böyüyüb həqiqətən oğuldur. Anaya baxır, ailəyə baxır, pul qazanır, daxili bəs içi dağılır və nəticədə gəlir çıxır nevroza, elə nevrozla bağlı da bir ayrı mövzu danışarıq, onu da o zaman dinləyərsiniz.